Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Daha bir Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişində xoş gördük sizləri. Bugün verilişimiz fərqlidir. Yazı masası rubrikasında biz oxucuyla həmsöhbət olacağıq. O oxucuyla ki, çağdaş Azərbaycan ədəbiyyatının, müasir Azərbaycan ədəbiyyatını yaxından izləyir. Nəinki müasir ədəbiyyatımızı, klassikləri və müxtəlif kitablardan öz düşüncəsi, öz aləmi var. Bugün studiyamızda həmin oxucumuz qonaqdır. Bu bizim sevimli oxucumuz Gülnar Əhmədovadır. Xoş gəlmisiniz Gülnar xanım. Çox sağ olun Aysel xanım. Təşəkkür edirəm dəvət üçün. Gülnar xanım, mənə çox maraqlıdır. Əvvəla onu deyim ki, çox unikal bir insansınız. Mən həmişə bunu demişəm. Nə gözəl ki, nə xoş ki, bizim belə oxucularımız var. Sizi studiyaya dəvət etməyə vadar edən bir məsələ oldu. Bütün müasir Azərbaycan ədəbiyyatından həmsöhbətlərim hamısı öz oxucularından sevə-sevə danışanda mütləq sizin adınızı çəkdilər. İstərdim ki, siz Azərbaycan ədəbiyyatının indiki dövrü haqqında bizimlə bölüşəsiniz. Buyurun. Əvvəla bir daha təşəkkür edirəm ki, məni verilişinizə dəvət eləmisiniz və o dəyər verən yazar dostlarıma da buradan öz təşəkkürümü bildirirəm. Ədəbiyyat hər zaman insan həyatının aynası olub. Çağdaş ədəbiyyat dedikdə biz artıq klassiklərdən fərqli olaraq bugünün insanını, onların duyğularını nəzərdə tuturuq. Mənim fikrimcə, çağdaş ədəbiyyat oxucuya daha yaxın görünür. Burada texnologiyanın da təsiri var. Məsələn, əvvəllər kitabxanalara gedərdik. Bir kitab tapmaq üçün sinif yoldaşlarımızdan, qrup yoldaşlarımızdan soruşardıq. Amma indi sosial şəbəkələrdən isti-isti şeirlər oxuyuruq, paylaşımlar olunur kitablar haqqında. Qısaca desək, çağdaş ədəbiyyat bugünün insanını danışdırır. Oxucuya öz həyatını bir parça göstərir. Əvvəllər də kitabxanam olub. Bəlkə də 2000-3000 kitabım olub. Son 5-6 ildə getdiyim tədbirlərdən ancaq əksəriyyəti 90% imzalı kitab olmaqla yenə də özüm üçün bir balaca kitabxana düzəltmişəm. Bu kitaba sevgi. Ümumiyyətlə mən özüm də kitablar içində böyümüşəm, ədəbiyyat içində böyümüşəm və kitaba sevgim bizim qanımızdadır. Amma mənə çox maraqlıdır. Bax, bir oxucu kimi siz artıq demək olar ki, uzun illərdir, bəlli bir yaşınız var, düzü xanıma yaşı soruşmazlar. Amma uzun illərdir ki, siz ədəbiyyatla məşğulsuz. Bəzən elə mülahizələr yürüdürsünüz ki, mən sizi yazıcı kimi görürəm, şair kimi görürəm, bir nasir kimi görürəm. Bu mütaliə sevgisidir. Mənə maraqlıdır. Hansı illərdən bu sizdə başladı? Ta 5-ci sinifdə oxuyanda məni məktəbimizin kitabxanasında Səriyə adlı bir xanım, o məni apardı kitabxanaya və orada biz saralmış, vərəqi qopmuş kitabları kleylədik, təzələdik. O gündən məndə bədii ədəbiyyata maraq oyandı və o vaxtdan ta indiyə qədər mən bir gün olmur ki, mən kitabsız qalam. Mən yatanda da başımın altında kitab olur, duranda da gözüm kitab açıram. Yazı masası. Gülnar xanım, bax, siz nə tövsiyə edirsiniz? İndi bilirsiniz ki, böyük bir ədəbi mühit var və orada cürbəcür yazıçılar var və bizim tələbələrimiz var, bizim məktəblilərimiz var. Mən görürəm ki, onlar bayağı kiçik aforizmlərə üstünlük verirlər, uzun-uzadı kitablar oxumağı sevmirlər. Çox nadir hallarda olur ki, məsələn, indi mən görürəm ki, bizim oxucularımız çoxalmağa başlayıb. Amma ortada elə bir məqam var idi ki, elə bir durğunluq dövrü idi ki, mütaliə o qədər azalmışdı. Ələxüsus da biz ədəbi mühitdən danışırıq, Azərbaycan ədəbiyyatından danışırıq. Ələxüsusda bu yeni yazarlar, şairlər, yazıçılar nə bir-birlərini oxumağı sevirlər, bunun indi daxilində biraz paxıllıq, həsəd deyək, bu da yatır. Nə bir-birlərini oxumağı sevirlər, nə də bizim klassikləri oxumağı sevirlər. Bax, bir oxucu kimi siz necə münasibət bəsləyirsiniz? Nə məsləhət görürsünüz onlara? İndi dediyiniz kimi əvvəlki kimi deyil. Sevinirəm ki, məsələn, qatarda, gedəndə, metroda, avtobusda görürəm əllərində kitab var. Necə xoş olur mənə. Mən istəyirəm hamı oxusun. Balacadan böyüyə. Necə bizim dövrümüzdə var idi elə. Şeir dəftərləri olsun, bir yazılarını oxusunlar. Kitab təqdimatlarına əvvəllər daha çox gedirdim. İndi isə getməsəm də istədiyim kitabları əldə edirəm. Gülnar xanım, necə qiymətləndirirsiniz indiki kitab təqdimatlarını? Son dəfə getdiyim təqdimat Ayaz Arabaçının Milli Qəhrəmana həsr olunmuş kitabı idi. Həqiqətən də zövq aldım. Bax, tədbirlər elə keçirilsə daha yaxşı olar. Çox gözəl. Yəni ki, həm də ki bu bizim müharibə mövzusunda olan, şəhidlərimizə aid olan kitablar bir başqadır və onların oxunması, onların təbliğ olunması əlbəttə ki bizim üçün çox xoşdur, çox vacibdir əlbəttə. Bu baxımdan biz Ayaz müəllimi də təbrik edirik elə buradan. Çox gözəl bir kitab üçün. Sayəsində gözəl bir gün keçirdik və kitabı sətir və sətir oxudum.
Yazı masası. Gülnar xanım, mən bilirəm ki, sizin bir sirli dəftərləriniz var. Mən özüm də bunun şahidi olmuşam. Mənə də qismət olub ki, o dəftərləri görmək və bütün çıxışlarımda da sizə aid olan söhbətlərdən bunu qeyd olunur. Bəzən mən görmüşəm ki, yazıçılar, şairlər can atırlar ki, necə ki bizim bu tanınmış dərgilərimiz var. Hamısı bir-birinə deyir ki, tutaq ki, Yazıçılar Birliyinin nəzdində olan Azərbaycan jurnalı, Ulduz jurnalı çox sevimli dərgilərdir, jurnallardır. Hamı deyir ki, çap olunmusunuz ya olunmamışsınız. Mən sizə deyim ki, sizin bu dəftəriniz hamı bir-birinə deyir ki, Gülnar xanım sənin şeiri yazıb dəftərinə. Yəni onun təqdimatını edib səhifəsində. Deməli edibsə, deməli sən gözəl şairsən. Deməli sən oxucu qəlbinə yol tapa bilmisən. Mən bilirəm ki, siz bu dəftərlərə hər gün oxuduğunuz şeirlərdən, sosial şəbəkələrdə gördüyünüz şeirlərdən, kitablardan oxuduğunuz şeirlərdən nümunələri əl yazısı ilə yazırsınız. Siz kompüterlə yox, əl yazısı ilə yazırsınız. Bu o qədər xoşdur. Bu o qədər gözəl bir missiyadır ki, siz bunu bu dünyada edirsiniz. Mən buna görə sizə minnətdaram, Gülnar xanım. Və istəyərəm ki, dinləyicilər də bunu bilsinlər. Bilsinlər ki, bu cür gözəl bizim oxucumuz var. Və siz dəftərinizdən, nümunələrdən bizim üçün oxuya bilərsiniz. Köhnə vaxtlarda necə idisə, indi də sevdiyim şeirləri dəftərə köçürürəm. Bu mənim üçün bir hobbidir. Bu dəftərlər mənim üçün həm bir xatirədir, bəli, həm də ürəyimin sükutudur. Hər səhifəsində başqa bir duyğu yaşayır. Hər misrada özümü biraz da tapıram. Aha. Dəftərimdə müxtəlif müəlliflərin şeirləri var. Onların hər biri bir sirdaş kimidir. Kimisə kədərimə toxunur, kimisə ümid verir. Mən sanki o şairlərlə söhbət edirəm. Mənim dəftərim əslində onların səsi ilə danışır. Bu dəftərdə hətta tərcümə olunmuş şeirlər də var. Çünki hisslərin dili olmur. O hər dildə eyni qədər ürəyə toxunur. Yazı masası. Gülnar xanım, bir neçə nümunə istəyərdim. Çox sağ olun bu gözəl yanaşmaya görə. Doğrudan da ədəbi mühitimiz bu çox vacib məsələlərdən biridir ki, bizim yazdıqlarımızı oxusunlar. Yəni bu biz oxucu üçün yazırıq, onunla təmasda olmaq üçün yazırıq. Buyurun. Söhbət kitabdan gedirsə, kitab haqqındadır bu veriliş. Fikrət Sadıqın kitab haqqında bir şeiri var. Mən onu çox sevirəm və hər yerdə də onu söyləyirəm. Buyurun. Dəftərimdən oxuyuram. Buyurun. Kitabı yerdə görsən, öp, qoy gözünün üstə. Mis tapılmasa əgər, oxut dizinin üstə. Kitab çörək kimidir. Rastlaşmağın təbərrik. Göz açıb ana ata, sonra kitab görürük. Nə rəngdə olur olsun, kitab əziz tutular. Bir şey ki baş ucaldır, ayağıma atılar. Həyatda ən gözəl təsadüf kimi, yaxşı ki sən mənim qarşıma çıxdın. Yaxşı ki bu yaşda tanıdım səni. Yaxşı ki sən mənim qarşıma çıxdın. Ümid çiçəyimin solan vaxtında, hər kəsin, hər şeyin yalan vaxtında, gözümün yollarda qalan vaxtında, yaxşı ki sən mənim qarşıma çıxdın. Görən hansı səmtə əsib gedərdim, yoxsa özümdən də küsüb gedərdim. Həyatdan əlimi üzüb gedərdim, yaxşı ki sən mənim qarşıma çıxdın. Demə buz üstədə açarmış çiçək, xəyallar çevrilib olarmış gerçək. Qəfildən səhraya yağan yağış tək, yaxşı ki sən mənim qarşıma çıxdın. Gecə keçir yuxum fikir əsiri, elə bil çəkilib dara gözlərim. Qəlbim dəfn olunub bax diri-diri, ey baxır ulduzlara. Gözlərim. Gecə keçir yuxum fikir əsiri, elə bil çəkilib dara gözlərim. Qəlbim dəfn olunub bax diri-diri, ey baxır ulduzlara. Gözlərim, gözlərim. Qəhərin içində boğuluram mən, parça-parça olub dağılıram mən. Günəşlə yenidən doğuluram mən, dikiləcək nazlı yara. Gözlərim,
Göherin içinde boğuluram ben, parça parça olup dağılırım ben. Güneşle yeniden doğuluram ben, dikilecek nazlı yara gözlerim. Günel xanım, bugün studiyamızda qonaq olduğunuz üçün mən sizə minnətdaram. Təşəkkür edirəm. Nə yaxşı ki varsınız. Çox sağ olun, Günel. təşəkkür eləyirəm. Sonda demək istəyirəm ki, mənimlə olduğunuz üçün təşəkkür edirəm. Dinləyicilərə deyirəm. Ümid edirəm ki, siz də gündəlik həyatınızda şeirlər və kitablarla biraz da çox vaxt keçirərsiniz. Gece geçir yuxum fikir əsiri, elə bil çəkilib dara gözlərim. Qəlbim dəfn olunub bax diri-diri, ey baxır ulduzlara. Gözlerim, gözlerim. Gece geçir yuxum fikir əsiri, elə bil çəkilib dara gözlərim. Qəlbim dəfn olunub bax diri-diri, ey baxır ulduzlara. Gözlerim, gözlerim. Göherin içinde boğuluram ben, parça parça olup dağılırım ben. Güneşle yeniden doğuluram ben, dikilecek nazlı yara gözlerim. Göherin içinde